Tərtər rayonunda 1954-cü il təvəllüdlü Kərim şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Nübara xəsarət yetirib. Hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini Kərim 1954-8-ci il təvəllüdlü həyat yoldaşı Nubar ilə mübahisə edib. Onların arasında mübahisənin yaranmasına səbəb isə Kərimin evinə qadın gətirməsi olub. Belə ki, hadisə günü kişi yaşadığı evdə təmizlik işləri görmək məqsədi ilə Tərtər rayon sakini Qərənfili yaşadığı evə dəvət edib. Qadın isə təmizlik işləri gördükdən sonra həmin evin hamamında duş qəbul etmək istəməsi səbəbindən mübahisə baş verib. Mübahisə zamanı təqsirləndirilən şəxs əli ilə keçmiş arvadının sağ qolunu sıxaraq onu kənara itələyib, ona kəllə beyin travması və digər xəsarətlər yetirib. Hadisəni törədən Kərimin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, Tərtər rayonunun kəndində yaşayır, zərər çəkmiş şəxs ilə əvvəllər qeyri-rəsmi münasibətdə olmuşam. Onunla 2013-cü ildə tanış olmuşam. Bir neçə il birlikdə yaşasaq da 2018-ci il tarixdə Tərtər rayonunun kəndində ev tikərək ora köçdük. Həmin dövrdə qadın kənd orta məktəbində işləyib. Onunla münasibətimin pisləşməsinə səbəb 2022-ci ildə yaşadığım evə aldığım xaricdə onun adını qeyd olunmaması olub deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, zərər çəkmiş şəxs yaşadıkları evə çıxarış verilərkən evin onun tərəfindən tikildiyinə görə çıxarışda Nubarın adı deyil, onun adı qeyd olunub. Lakin Nubar çıxarışı onun adına qeyd olunmasını istədi. Bu səbəbdən də aramızda mübahisələrin baş verməyə başladı. Daha sonra münasibətlərimiz tamamilə kəsildi. Əvvəlki həyat yoldaşım vəfat etdiyindən, həmçinin övladlarım Rusiya Federasiyasında yaşadıklarından Tərtər rayonunda heç bir yaxınım olmayıb. Bu səbəbdən də Tərtər rayonunun digər kəndində yaşayan Qərənfil adlı qadın hər dəfə yaşadığım evə gələrək təmizlik işləri görməsinə, paltarlarımı yumasına görə pul verdim. Qərənfilin gəlməsinə Nubar etiraz etdi. Bu səbəbdən də yaşadığımız evdə yersiz münaqişələr baş verdi deyə təqsirləndirilən şəxs qeyd edib. Kərim bildirib ki, məlum hadisə günü Qərənfil yaşadığı evə gəlib və evdə təmizlik işləri görüb. Qadın iş gördüyünə görə üzəri toz oldu. Bu səbəbdən də evin hamamında duş almaq istədi. Qərənfil hamama girmək istəyərkən Nubar onun qarşısını kəsdi. Hamamda duş almasına imkan vermədi. Bu səbəbdən də keçmiş arvadımla həmin qadının arasında sözlə mübahisə baş verdi. Mübahisə zamanı Nubar qadının üzərinə getdi və onu vurmaq istədi. Bu zaman Nubarın sağ qolundan tutaraq kənara çəkdim. Daha sonra mübahisə sakitləşdi. Sonra Nubar Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdi və mübahisə olması barədə məlumat verdi deyə təqsirləndirilən şəxs qeyd edib. İş üzrə zərər çəkmiş Nubarın sözlərinə görə Kərim onun həyat yoldaşı olub, onunla 2013-cü ildə ailə həyatı qurub. Lakin aramızda rəsmi nikah bağlanmayıb. Ailə qurduqdan sonra münasibətlərimiz yaxşı olmayıb. Kərimlə birlikdə yaşadığımız dövrdə başqa qadınlarla mənə xəyanət edib, onunla birlikdə eyni evdə yaşasam da münasibətim tamamilə kəsilib. 2022-ci ilin əvvəllərindən başlayaraq Kərim yaşadığımız evdən məni çıxarmağa çalışıb. Ona
həmin evdən çıxmayacağımı demişəm. Lakin Kərim razılaşmayıb, məni evdən çıxarmaq üçün məhkəməyə müraciət edib. Bundan sonra həmin evdə yaşamaq hüququ almaq üçün məhkəməyə müraciət etdim. Kərimlə birlikdə yaşadığımız ev 2013-cü ildə hər ikimizin maddi dəstəyi ilə tikilib, məhkəməyə etmiş olduğum müraciətlə bağlı Gəncə İnzibati Məhkəməsində araşdırma aparıldı. Son bir ildə Kərim mənimlə eyni evdə yaşasa da evə tanımadığım başqa şəxsləri gətirib. Bu səbəbdən də evdə mütəmadi olaraq mübahisələrimiz baş verib. Kərim Qərənfil adlı qadınla qeyri-rəsmi münasibət saxlayıb. Kərim həmin qadını yaşadığımız evə gətirdiyinə görə onunla aramızda mübahisə baş verib deyə qadın ifadəsində göstərib. Zərərçəkmiş qeyd edib ki, məlum hadisə günü Qərənfil yenə onun yaşadığı evə gəlib, Qərənfil hamama girərək duş almaq istədi. Bu səbəbdən ona iradımı bildirdim. Hamamda duş almasına icazə vermədim. Buna görə də Kərim aqressiv şəkildə mənə iradını bildirdi. Niyə Qərənfilin hamamda duş almasına icazə verməməyimi soruşdu. Cavabımda onun evin qaz və işıq pulunu verdiyimi, o səbəblərdən də həmin şəxsin hamamda duş almasına icazə verməyəcəyimi söylədim. Qərənfil ilə aramızda sözlə mübahisə baş verdi. Həmin vaxt Kərim əli ilə sağ qolumdan tutaraq sıxmağa başladı. Sözlə məni hədələdi. Ondan tutduğu qolumu buraxmasını istədim. Bu zaman Kərim məni itələdi, qolumu buraxdı. Sonra boynumdan tutdu və gicgahıma vurdu. Həmin vaxt boynumun arxası hamamın qapısının tininə dəydi. Daha sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim. Münaqişə olması barədə məlumat verdim. Həmin vaxt əsəbi olduğuma və bədənimdə ağrılar olduğuna görə yaşadığım ünvana gələn polis əməkdaşlarına münaqişə olması ilə bağlı ərizə verdim. Həmin gün axşam təqsirləndirilən şəxs ilə əli ilə sıxdığı qolumdan ağrılar hiss etdim. Ağrı olan yerə baxarkən qolumun dirsəkdən yuxarı nahiyəsinin qaraldığını gördüm deyə zərərçəkmiş şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Tərtər rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1000 manat miqdarında cərimə edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib, o barəsində olan hökmün dəyişdirilməsini xahiş edib. Məhkum edilən şəxs zərərçəkmişlə barışdığını, ona dəymiş ziyanın ödəndiyini qeyd edib, barəsində olan cinayət təqibinə xitam verilməsini istəyib. Bu şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb, məhkəmədə zərərçəkmiş şəxsin təqsirlənmiş şəxslə barışması nəzərə alınıb. Tərtər rayon məhkəməsinin hökmü ləğv edilib, Kərimin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib.